Vətəndaşın sözün var, meydan haqqını qaydır. Söz azadlığı nədir və nəyə görə vacibdir? Hər bir insanın fikrini sərbəst ifadə etmə haqqı var. Söz azadlığı insan hüquqlarının əsas prinsiplərindən biri və demokratik cəmiyyətlərin təməl sütunlarından olmaqla haqsızlığa qarşı mübarizə aparmaq üçün güclü bir vasitədir. O, fərqli baxışların ortaya çıxması, sağlam müzakirələrin və debatların aparılması üçün vacibdir. Hamı eyni cür düşünməməlidir axı. İlham Əliyevlə irəli! Ali Kərimli ilə irəli! Beynəlxalq səviyyədə söz azadlığı bir sıra hüquqi sənədlərlə təmin edilir. BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsinə əsasən hər kəsin öz fikrini sərbəst ifadə etmək hüququ var. Vətəndaş və siyasi hüquqlar haqqında beynəlxalq pakt da söz azadlığını qoruyur. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi isə Avropa Şurasına üzv olan ölkələrdə söz və ifadə azadlığını müdafiə edir. Azərbaycan hər iki konvensiyaya qoşulub. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsi hər kəsə fikir və söz azadlığı hüququ verir. Bəs əslində vəziyyət necədir? Sərhədsiz Reportyorlar Təşkilatına görə Azərbaycan Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında 164-cü yeri tutur. Freedom House da Azərbaycanı azad olmayan ölkə sayır. Ölkədə sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılır, aksiya keçirmək üçün dövlət qurumlarından icazə tələb edilir. Azərbaycan hakimiyyəti təkzib etsə də, hüquq müdafiəçiləri Azərbaycanda 300-dən çox siyasi məhbus olduğunu bildirirlər. Azərbaycanda müstəqil jurnalistlərin həbsi və media qurumlarının dövlət nəzarətində olması söz azadlığının tətbiqində problemlər olduğunu göstərir. Bəs cəmaatında səsi kəsdir, bəs İlham Əliyevi gizlətdir. Soyadımız nədir? Mən heç nə demirəm, heç nə demirəm. Bax, mənim yetdim ki. Təkcə 2023-cü ilin noyabrından 40-a yaxın jurnalist, bloger və fəal müxtəlif ittihamlarla həbs edilib. Onlarla fəal və vətəndaş sosial media hesablarında yazdıqlarına görə inzibati qaydada cəzalandırılır və ya onlara qeyri-rəsmi formada xəbərdarlıq edilir. Azərbaycan hakimiyyəti isə ölkədə hər cür hüquq və azadlıqların təmin edildiyi fikrindədir. Bəs siz necə? Sözünüzü deyə bilirsinizmi?